O dağlar Gelenay bezeme Lel zeliney Of lel zeliney Her dalan may hardalan May hardalan May hardalan Bahar dalan Soldu gitti Belen av çiçekler Neydi Teze terli Ay teze terli Herden almaz elmi Kana elmi Kana elmi Kana elmi Kana elmi Kana elmi O dağları bəzəməyə Ləli zəri hardan alım soldu getdi çiçəklərin təzə təri hardan alım Olmuşuq lal Olmuşuq çar Susuf nəğmə kiriyib tar O bəstəkar o nəğməkar xan tərtəri hardan alım Tərtər çayı Belenay Salam, əziz Həssəf Ümid verilişinin daimi izləyiciləri. Hər kəs salamlayıram. Salyanı Qarabağlı kəndindəyik. Hər kəs salamlayıram. Öncəliklə sizə təqdim etmək istəyirəm ki, bugün biz şəhid Mustafayev Samir Elşənoğlunun ailəsindəyik. Atası Mustafayev Elşən Sevindik oğlu, anası bizim baş tacımız olan Mustafayeva Elmira Mikail qızıdır. Öncəliklə şəhid ailəmizə baş sağlığı verirəm. Baş sağlığı verirəm çünki onlar elə bir övlad, elə bir oğul böyüdüblər ki, o oğulların sayəsində biz bugün rahatıq, biz bugün ölkəmizdə firavan yaşayırıq. Artıq heç nə deməyə ehtiyac yoxdur. Şəhid ailəsinə görüşürük. Öncəliklə mən sizlərin əlinizdən öpürəm. Qarşınızda baş əyirəm. Sizlərə Cənab Allahdan səbir diləyirəm. Şəhid ailəsi olmaq, şəhid atası anası olmaq nə deməkdir? Bunu kəlmələrlə ifadə eləmək olmaz. Öncəliklə sizdən bir xahişim var. Bizim tamaşaçılarımız üçün adınızı, soyadınızı, övladlarınızın adını və daha sonra şəhidimiz haqqında bizə məlumat verin. Elşən əmi, necə siz deməyəcəm sizə, çünki artıq hiss edirəm ki, hər kəs üçün danışmaq çətindir. Özünüzü zəhmətini toparlayın, bizə tamaşaçılarımıza məlumat verin. Elşən əmi, buyurun. Mən Mustafayev Elşən Sevindik oğlu, Səlyan rayonu Qarabağlı kəndində yaşayıram və mənim oğlum şəhid Samir Mustafayev evin tək oğlu idi, iki bacının bir qardaşı. Bəli, bu 44 günlük müharibədə o da 27 sentyabrdan başlayaraq vətənimiz üçün, torpağımız üçün, yəni döyüşlərə qatıldı. Onun döyüş yolu Füzulidən başladı və Füzuli, Cəbrayıl, Şuşa, Xocavənd,
Şuşa uğrunda gedən döyüşlərdə fəal iştirak eləmişdir. Yəni onun əvvəldən elə arzusu, yəni hərbiçi olmaq idi. Düz anası imkan vermədi, dedi, yəni ki, evin tək oğlusan. Yəni qismət, nəsib belə imiş ki, yenə də o, yəni öz bütün varlığı ilə, gücü ilə axıra kimi 44 günün 40 günün döyüşlərə qatıldı. Və Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev tərəfindən 6 medal və 1 ordenlə tərtib olunmuşdur. Vətən uğrunda Füzulinin azad olunması, cəsur döyüşçü, döyüşdə fərqlənməyə görə 3-cü dərəcəli medal və Cəbrayılın azad olunması, Şuşanın azad olunması və vətənə xidmətə görə 3-cü dərəcəli ordenlə tərtib olunmuşdur. Yəni o bu bütün döyüşlərdə həmçinin o əvvəldən elə kəşfiyyata, yəni ki, belə bir döyüşlərə görə belə bir cəsur oğlu idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun, qazilərimizə can sağlığı versin. Allah Ali Baş Komandanımızı qorusun. Haqqındakı əslən özünüz ha tərəfdənsiz? Ata tərəfim Dərələyəz məhəllindəndir. İşte onun hadasındandır, zəhmət olmasa, hansı kənddəndir? Bu, elə bir ki, Köşbək kəndi var idi orada. Bəli, Köşbək Leyli Qaçan. Mən də Tertdənəm. Köşbək kəndində yəni yaşayıb olar vaxtilə. Sonradan kimlər olub? Kim idi ki, adı, familiyası, atanız orada yaşayıb, düzdür? atam, Mustafayev Sevindik, Orada yaşayıb. Aslanoğlu. Atası gildə yəni orada olub. Sonradan köçüblər Qubadlı şəhərinə, rayonuna daha doğrusu. Anamsa Qubadlı. Neçənci ilə köçüblər Qubadlıya? Haradasa 50-ci illərdə. 853-cü bu ikinci deportasiya vaxtında yəqin ki. Onlar sonra 58-də də Qubadlıdan Səlyan rayonuna, Qarabağ kəndinə gəliblər. Yəni Ananız da Köşbəkdə yaşayır, Köşbəkdə Köşbəkli idi? Qubadlı rayonunun Qaralar kəndində. Adı, familiyası nə idi? Mustafayeva Şuşa Mursuz qızı. Sizin əmilərinizdən, qohum əqrəbənizdən Köşbəkdə yaşayanlar varmı? Orada olub, onlar da elə köçüb gəliblər bura o vaxtı. Kimlər idi? Yəni Firudun əmmim olub. Yəni elə onun uşaqları da yəni 6 oğlu var, bir qızı. Daha doğrusu 5 oğlu, bir qızı. 6 evladı var idi. Yəni başqa qohumlarımız da orada var idi. Qurban əmimgil idi, Alxan əmimgil. Köşbəkdə? Onlar da sonralıqdan köçmüşdülər Ağdamın Mahruzlu kəndinə. Orada yaşayırdılar. Şəhidimiz hansı məktəbdən məzun oldu? Qarabağlı, Səlyan rayonu Qarabağlı kəndi 2 saylı məktəbin məzunu olub. Samir elə birinci sinifə orada gedibdi, oradan da məzun oldu. Hal-hazırda elə məktəbin qarşısında da abidəsini uzatmışam, kompleksin. Allah rəhmət eləsin. Elşən əmi, icazənizlə Elmlər xanımla biz danışardıq. Elmlər xanım, sözümün verilişin əvvəlində mən sizə danışarkən şəhid anasından üz-üzə gəlmək, ona bir sual vermək, söz soruşmaq nə qədər çətin olduğunu inanıram ki, mən başa düşərlər. Zəhmət olmasa bir şəhid anası olaraq övladınızın böyütdükdən, o dövrdən ki, onun o duyğu düşüncəsindən başlayaq. Vətənə olan bağlılığından başlayaq. Buyurun. Mən Mustafayev Elmirə Mikail qızı, Mustafayev Samirin anası. Mən Samirlə balacalığından fəxr eləmişəm. Həmişə mehriban, qayğıkeş, həmişə bayraqlara vətənpərvər olub. Allahın dostu. Nə bilim, həmişə mən onu qorumuşam ki, hərbidən də demişdim, çəki eləyirdi, yoxum amma. Və axırda şəhid oldu da, yəni.
O otaq da onun həmişə deyirdim ki, sənin o bəy otağın, həmişə də özü yatdığı otaqdır. Ona görə də məsələn onu muzey otağı elədim. Mən həmişə Samir haqqında danışanda vallahi mən danışa bilmirəm. Həmişə də mənlə müharibəyə gedəndə o bir dəfə demədi ki, nə bilim amma ya həmişə soruşurdum ki, anan qurban, aş, su, susuz deyir də ki, yox, hər şey var. Gülə-gülə. Heç elə bilin ki, müharibədə deyir bu. Axırıncı dəfə ayın 30-u zəng elədi mənə. Dedim, amma sənə 4 gün zəng eləməzsən, narahat olma. Noyabrın 5-i oldu, bu mənə zəng eləmədi. Ayağım, ürəyim partlayır. Demə, noyabrın 6-sı, balam 7-sinə keçən yerdə şəhid olub. Nə bilim, mən Samirlə həmişə fəxr eləmişəm, indi də fəxr eləyirəm. Heç vaxt o bizim başımızı, bəlkə də bu uşaq da tanıyır da, ocun için, heç vaxt bizim başımızı əymədi aşağı. Həmişə başımızı ucadan da uca qaldırdı. Nə bilim, bacıları da, bacılarını elə çox istəyirdi ki, bacıları vallahi o elə olandan sonra uşaqlar da elə soldu ki, Allah hamd olsun. Mən həmişə balamla fəxr eləmişəm, indi də fəxr edirəm. Düzdür, ana üçün, ata üçün çox ağırdı. Amma fəxr eləyirəm, həmişə fəxr eləmişəm, indi də fəxr eləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Amin. Səngərdəki balalarımızı qorusun. Allah Ali Baş komandarımıza da kömək olsun ki, elə aldılar. Biz anaların ahın aləsi yerdə qalmadı. Torpaqlarımızı aldılar. Bəli. Allah sizdən də razı olsun. Çox sağ olun ki, siz də gəlib çəkirsiniz şəhid ailələrin. İşıqlandırırsınız. Çox sağ olun, minnətdarıq sizə. Bizim borcumuzdur Elmə Mən xanım. həmişə- Həqiqətən mən bu mövzuda şəhid analarının duyğu düşüncəsini insanlarla paylaşmaq, nəsə bir şey demək biraz çətin olur. Amma nə edək? Vətən belə yerdə deyilir, vətən sağ olsun ki, sizlər də, övladlarınız da, Samir kimi qəhrəmanlarımız da nə dedi? Vətən sağ olsun. O üstəncə bayraq dalğalansın. Ölkəmin anası, bacısı, qadını, qızı, oğlanları, bütün insanları azad yaşasın. Tək ki bizim bayrağımız dalğalansın, biz şəhid olsaq da olar. Və bunların bir amalı var idi. Bu amal uğrunda da vətən üçün şəhid oldular. O həyətimizdən gedəndə də mən ağladım ona, elə bir ki, kağız gələndə ağladım ki, anam qurban bəlkə də bir şey eləyək. Dedi, yoxum amma alnıma nə yazılıb o da olacaq. Elə oğlanlar var, dedi ki, 2 uşağı qalıb şəhid olub. Mən də gedəcəm, alnıma nə yazılacaq onu görəcəm. Amma mən elə bir ki, yuxuda onun şəhid olmağını görmüşdüm. O təzə əsgərlikdən gələndə. Allaha and olsun. O ki, şəhid oldu, gəldi, bizə çəkiliş gəldi. Mən həmin şeyi yaşamışdım yuxuda. Amma heç kəsə qorxumdan danışmamışdım. Da durdum, gəldim otaqda yatmışdım. Gəldim ki, gördüm Samir şəhid olub, gəldim keçdim otağına baxdım ki, gördüm yatıb, təzə gəlmişdi əsgərlikdə. Amma ki, onu gördüm ki, biz Samir şəhid olub. Bax, bu stol buradadır. Oradan da güşəsi var. Elə bir ki, şəkilləri, zatları hamısı. Şəhid olub nə cür? Stolun da üstü bəzənib ad günüsüdür. Həmin ad günün gəldi ATV kanalı çəkəndə o bir anlıq mənim gəldi beynimə. Dedim, mən bunu yaşamışam. Yuxuda görmüşəm. Allaha and olsun. Nə cür nə bizi çəkiblər, nə cür nə o şeydə güşəni görmüşdüm. Şəhid olandan sonra çəkilişi siz öncədən daha görmüşdünüz. Onu mən öncədən görmüşdüm. Samir elə bir il idi əsgərlikdən gəlmişdi. Səhər saat 5 idi. Mən onu gördüm. Gəldim otağına baxdım, gördüm yox yatıb. Qorxumdan heç kəsə danışmadım da. Dedim bəlkə də yuxudur. Amma o hadisə yadımdan da çıxdı sonralar. O hadisə ki, gəldilər məni danışdırdılar. O güşə bir anlıq onu mən dedim, yaşamışam. Mən bunu əvvəldən yaşamışam. Mən bunu danışdıqca əsirəm. Bax, onu mən elə bir ki, yaşamışdım. Dedim, bala, mən bunu... Burada güşə oldu. Burada şəkilləri var idi. İndi otağını düzəltdirib olmuşdu. Burada da məni danışdıranda elə bir ki, həmin adamlar da stolun başında. Həmin ki, mən yaşamışdım. Aman Allah'ım.
Allah sizə Həmişə də var Polad Həşimovla, mübarizlə o şey eləyirdi. Bax, şəkillərində özünü çəkirdi. Məsələn, buralarında o həmişə də bizi hələ alladıb əsgərlikdə tiyə də getmişdi 052-lərlə. Hardasa bir 10 gün. Kəşfiyyatda, hə. Onun çox həvəsi var idi. Özü də boyu çox şiirləri qaldı. Əl qabiliyyətindən olan Onun əl şeylər, qabiliyyəti. Yəni onun konteynerləri də otaqda yəqin ki gördü. İdmanla məşğul olan idi. Sonra özündən işləm düzəltmişdi. Düz sonra anası qoymadı gətirib həyata. Arxada qalıb orada dedi nə bileyim kraskalayım onu da düzəldim gətirim burada həyatda qalsın deyilər. Yəni ki elə bu oğullar hamısı yəni kasıb uşaqlar olub da. Yəni ki nə zillətlə, zulümlə böyütdüyümüz. Özü səliqəli balı idi. Səliqəli, səhman, hər şey gəlirdi. Elmə xanım, siz bu önəmli bir xatirə danışdınız. Yəni onu şəhid olmadan qabaq siz onu yaşamışsınız. Hə, yaşamışım. Sizlə döyüşə gedərkən orada ən son nə vaxt danışdınız? Oktyabrin 30-da. Onda da elə bir səhər idi. İndi bəlkə də söz deyərdi. Elə bir səhər saat 11-in yarısı idi. Mən zəng elədi ki, mama, atam evdədir. Dedim ki, yox, biz elə bir göyərti satırıq da, bazar. Dedim, atam bazardadır. Amma bir səs-küy var idi. Soldatların səsi. 2 dəfə də öskürdü. Dedim, anam qurban, nə olub, buna xoşlanmışsan? Dedi, yox. Dedim, o nə səs-küydür? Demək, Şuşadaymışlar bunlar. Məni alladırmışlar. Dedi, yox, heç nə. Elə belə uşaqlar da zarafat eləyirlər. Oca gördü ki, mən başa düşürəm axı. Narahat olursunuz. Hə, bu deyir, qaç, gətir, o deyir, apar, o cür nəsəsə. Qəfil söndürdü. Bir dənə də onu dedi ki, mama, narahat olma, 4 gün zəng eləməsən də narahat olma. Həmişə də 2 gündən bir, 3 gündən bir zəng eləyirdi. Gülə-gülə danışırdı, heç elə bilirdim ki, bu müharibədə deyir. Halbuki uşaqlarla, nə bilim, bunu ilə danışanda mən danışıram, əsirəm də, ürəyimlə danışır olmuşam. Allah yarım yoldaşları, demirəm, mənə onun xəbərin gözləyirəm, bir də səsini eşidim. Bir telefon zəng eləyəndə yürürdüm ki, Allah, görəsən odur. Axşam çağı idi, ayın 6-sı, noyabrın 6-sı idi. 2020-ci il. Hə, bunun atasını çağırdılar bura kənd sovetinə. Mən də bilmirdim. O da boylu buxunlu uşaq olduğuna. Mən də buna dedim ki, çarşıb ərzə yazarlar, uşaq qalar da orada. Bilirdim ki, o qorxmaz uşaq idi. Həmişə də qabaqda gedəndi. Mən evladımı tanıyırdım. Bu da dedi, az narahat olma. Bu getdi, mənə heç kimdə heç nə demədi. Mən dedim ki, görəsən nə oldu da. Buna zəng elədim atasına, gördüm ki, hayır vermir. Sonra bacım gəldi. Bacım gələndə gördüm. Amma bacısı da o gedəndən oruç tuturdu. Böyük bacısı. Dedi ki, qardaşım gəlincə oruç tutacam. Həmin günündə bacısının orucu pozuldu. Ay. Allaha and olsun. O bacısını sürüyə apardım. Orada əlövümüz var. Ora krafatda uzatdım. Belədə də gördüm ki, böyük bacım gördüm dedi ki, ay Samir. Ay Samir deyəndə yürə-yürə ayaqyalım çıxdım Varatıya. Bunlar mənə gördü, doğruqdu. Dedim, nə olub Samirə? Başda dedi ki, heç nə bacı, heç nə. Dedim, nə olub da? Ürəyim də patlayır ki, bundan cavab yoxdur. Dedi, nə olub? Dedi, heç nə Samir yaralanıb. Yaralanıb deyəndə, nə bilim, nə hala düşdüm. Bir də xəbər etdim ki, həyətimizdə güllüğün içindəyəm, tikanların içində. Üzümü, gözümü cırdım. Arvadlar tutur. Elə bir ağlım başıma da gələndən sonra. Deyirlər yaralanıb. Elə oldu ki, bu gəlib çıxmadı. Gecə nə qədər millət var idi qapıda. Məni allatdılar, dedilər ki, yaralanıb da Füzulidədir. Gedib ora. Sonra bu gecə gəlib mənim gözümə görükməmişdi. Sonra səhəri də yenə çıxdım həyətə, mənə dedilər ki, gedib varatamızı açıblar. Traktoru varatanın ağzını hamarlayır. Deyirəm ki, bu traktor niyə buranı hamarlayır? Varatanı bağladılar. Sonra gördüm qapıda ağlamaq səsi gəlir, məni burada qoymurdular. Düşdüm həyətə ki, həyətdə yer yoxdur adamla. Atasını gördüm atası ağappaqdır, ağlayır. Ondan sonra bildim, heç sonra nə bilim, nə hala düşdüm, özünüz bilərsiniz. Təzə tamamlamışdım. 25 yaşda tamamlamışdı. Siz verilişdən qabaq da, siz əsgərlikdən gələndən sonra ürəyinizə mi damdı, evləndirmədiniz ki,
Yox, evləndirmək istəyirdik. Həmişə deyirdik ki, evləndirək. Həmin bax 25 yaş hələ tamam olmamışdı. Mən onu o qədər ki yedi ki, uşaq kimi də anam onsuz da balası balaca da olanda, böyük də olanda. Bir dəfə qatdım qoraq dedim, sən evlənsən də, evlənməsən də bu il səni evləndirəm. Da səndən balacalar deyir. Mən həmişə deyirdi ki, mama qızlarıva toy eləyərsən. Mən evlənmirəm. Elə bir ki, uşağın ürəyinə damıb bu iş. Nədirsə, gəlib mənim kürəyim əlim var deyim, amma elə gedəcəm, mən axtarasına tapmayasın. Elə bir ki, ürəyinə damıb. Allah'ım olsun. Həmişə də imamlarımıza baxırdı. O telefonlarda gətirirdi imamlarımıza. Yeni verişlərə baxırdı ki. Baxırdı, namaz da qılırdı özü. Bizdə Araqda heç vaxt bizim bu evdə. Həmişə namaz da qırıldı. Nə dedim sənə? İmamlarımıza İbadət edirdi. Hə. İmamlarımız ağzında su gətirirdi. Həmişə deyirdim mamamına bax. Deyirdim ha bəsdən az bax buna. Allah'ım. Allah səbir versin. Allah məkanını cənnət eləsin. Biz sizdə Quran-ı Kərimdə Cənab Allah buyurur ki, Allah yolunda öldürənlərə ölü deməyin. Onlar diridirlər. Yəni bunlar Allah yolunda, din yolunda, vətən yolunda şəhid oldular. Şəhidlər həqiqətən ölmür. Çünki şəhidlər öldürsə vətən də bölünmür. Onların sayəsində bizlər bugün o üç rəngli bayrağı hər zaman dalğalandığını görürük və əbədiyyətə qədər dalğalanacaqdır və Samir kimi şəhidlərimizə görə. Baxın, mən sizə bir söz deyim. Bəli. Biz elə bir ki, Samirin oruç açdı verirdik ona. Gündüz idi onda. Mən girdim buradan, onda hələ kravatını götürməmişdim orada. Girdim oraya, xalça var orada. O xalçada belə uzatmışdılar, təzə gətirmişdilər də. Girdim oraya, elə bildim ki, bir anlıq Samir oradan elə bir yorğanla pişirib başının əməlli başlayır. Gözümə görürdü ki, canlı. Bu mənə baxır. Hələ mən diskindim əlimdə boşqab, sıfatım dadım çoğlanmışdı da. Baxdım ki, bu əməlli başlı da canlı. Yəni mən onu heç vaxt yuxuda görmüşüm. Gülə-gülə gəlib deyir ki, mən şəhid olmuşam. Mən ölməmişəm ki, deyir. Mən şəhidəm. Həmin günü də qaranqı etdik, qəbir üstə gəldi. Bir dənə qaranquş gəldi, girdi içəri. Bax, buradan belə elə bir şəkil idi. Gəldi şəkillərin qabağında çırpındı. Hamı da baxır ha. Ondan sonra hardan gəlmişdi, oradan da çıxdı getdi. Allah hamd olsun. Yəni ki, elə bir ki, şəhid hamı görəndə, özə kimin də yuxusuna girsə o, hamı elə bir xeyir tapır. Allaha hamd olsun. Allah şəhidlərin yeri yüksəkdir, məqamı alidir. Allah şəhidlərimizə rəhmət eləsin. Bəli, əziz tamaşaçılar, özünüz də artıq hiss edirsiniz ki, belə məqamlarda danışmaq çətin olsa da biz məcburuq verilişimizi davam etdirək. İndi isə mən Cavid qardaşıma yönəlmək istəyirəm. Cavid qardaşım Samir qardaşımızla, şəhidimizlə demək olar bir kənddə böyüyüblər. Onun da xatirəni almaq. Çünki inanın əziz tamaşaçılar, veriliş başlayandan Samirin gözünün yaşı durmur. Çox ağırdır. Çünki bir yerdə böyüdüyü dostunu, qardaşını itiribdi. Məhləv uşağını itiribdi. Cavid qardaşım, nə deyə bilərsən şəhidimiz haqqında? Şəhidimiz haqqında mənim üçün çətindir danışmaq. Bəli, bəli. Özümdə Ceyhun'u gördüm. Çox vətənpərvər oğlan idi. Çox istiqanlı oğlan idi. Adamı görəndə adam bağışda Buyur Camil, narahat olma. İstəyini başa düşürəm. Davam elə. Cavid qardaşım, Samirlə ən son şəhid olmanın qabaq nə vaxt görüşmüşdün? Şəhid olmamışdan qabaq Dəllərxanada görüşmüşdüm. Dəllərxanada görüşmüşdünüz. Nə dedi? Sizə dedi ki, mən artıq əskər xidməti başa vurubdur, həqiqi xidməti başa vurubdur. İndi evindədir. Anası da dedi ki, artıq biz ona evlənmək istəyirik. O düzdür, yayınır ondan. Siz demək olar tayt düşürdünüz. Məsələn, nə deyildi sizə o vətənlə, torpaqla bağlı? Çünki o ərəfədə artıq ermənilərin sərhədləri pozduğunu, atəşkəs pozduğunu deyildilər. Nəsə bir şey eşitdinizmi ondan? Onunla o tükana gəlirdi,
Qadın olurdu dükanda girmirdi. Elə abırlı uşaq, həyalı uşaq idi ki, qadınlar dükanına mən o vaxt burada satıcı işləyirdim dükanda. Qadınlar dükandan çıxmayınca o dükana ayağım basmırdı. Mənim üçün çətindir onun haqqında danışmaq. Allah rəhmət eləsin şəhidimizə. Elşən dayı, artıq Cavid qardaşımız demək olar ki, qəhər boğduğuna görə heç nə danışa bilmədi. Bir ata olaraq yoldaşımız dedi, siz ata olaraq demədiniz mi ki, ay Samir, sənin də toyun olsun, balalarını görək. Siz bunu bu söhbətdə etdinizmi? Ata olaraq bunu o xatirələrdən danışa bilərsinizmi? Çünki verilişdən əvvəl çox qəşəng xatirələr danışdınız. Elə anası da, mən də həmişə deyirdik ki, bala, yəni bizdən balacalar hamısı baba, nənə olub da, sən də sadəcə 25 yaş az deyil. Heç olmaya da evin tək oğlusan, evləndirək bizlə nəvə oynadaq da. Hələ da müharibəyə gedən ili boynuna qoymuşduq. Yəni razılaşmışdı bizlə. O da qismət belə, yəni çağırdılar müharibəyə. Hələ da toydan asda saxlamışdıq onun üçün. Elə şəhid olandan sonra 3 gün keçmişdi. Gəldi girdi yuxuma mənim. Elə bir ki, o hər gələndə... Hadi o yuxunuzu danışın. Çünki verilişdən qabaq biz danışdıq. O zəhmət olmasa yuxunuzu paylaşın da. Yəni onu yuxuda gördüm ki, həmişə gələndə o ayaqqabısını geyinəndə ya çıxardanda ayaqqabını yerə vurardı, taqqıltısı gəlirdi. Nəsə gördüm, qulağıma elə gəldi ayaq səsləri. Dedim, Samirdə bu. Qapıdan çıxdım elə evin arxasına, o böyrə çağırdım, gördüm, yoxdur, yox. Çox girib bu yuxularımıza, yəni ki, elə bir dəfə hələ dayı bacısı pul yığmışdı, dedi, Quran xətim elətdirək. Nəysə mollaya Quran xətim elətdirdilər. Həmin gecədə girdi yuxuma. Dedi, ata, mən ölməmişəm, mən sağam. Mollaya niyə pulu verirsiniz? Yəni ki, biz sağıq. Həqiqətən də indi o kitablar da, Quran da yazır. Hər bir yerdə deyilir ki, şəhidlər ölməzdir. Yəni ki, onlar Allah tərəfindən öldürənlərə ölü deməzlərlər. Bəli, bəli. Elə bu telefonda da bir ruhani ağsaqqal danışır, deyir, şəhid anasına deyir, bacım, sən nə istəyirsən, deyir, Allah Teala tərəfindən 5 mərtəbə verilmişdir. Onlar deyir, Peyğəmbərə verilməyib, şəhidlərə verilib. Deyir, Peyğəmbərlərə öldü deyirlər, şəhidlərə öldü deməzlər. Bəli. Nə istəyirsən, yəni ki, deyir, sağdır da onlar. Bəli, bu şəhidlər əbədi yaşardılar. Onlar heç vaxt unudulmaz. Allah ruhlarını şad eləsin. Atadan övladla bağlı bir xatirə soruşmaq nə qədər doğrudur bilmirəm. Hər anı Elşən əmi sizin üçün çox dəyərlidir. Samir qardaşımızın hər anı, elə bir oğlu vətən yolunda qurban vermişsiniz. Bu gənc nəsilə vətəni sevməklə bağlı, bayrağı olan sevgimizlə bağlı nə məsləhət görərdiniz? Məsləhətim budur ki, yəni ki, bu vətənə bağlılıq insanın özündən gəlir, qanından gəlir. Yəni özüm də mən həmi 2-ci qrup Çernobıl əliliyəm. Ruslar dönəmində, yəni ki, biz də yəni bu şüalanma ilə. Bir də ki, bu 92-93-cü illərdə də, yəni könüllülər gedirdi. O vaxt mən çağırmışdılar, getdim hərbi komissarlığa, gedirdim könüllü. Daha burada baxdılar sənədlərə, dedilər, yox, bu salamatlar geçdi, sonra siz onsuz da can qoymuşsunuz da bu. Fərqi nədir ki, o vaxt Sovetlər dönəmi idi. Bütün 15 respublika bir idi. Yəni ki, orada da 10 nəfər də bizi apardılar Çernobulla bağlı. Bütün dünya, yəni ki, o elə bir şeydir ki, nə qəlpə yarası deyil, nə
güllə yarısı diyor bu Çernobılda, yəni şualanmaydı. Onun qarşısını almaq üçün. Bizdə də elə bir ki, hərbidə də kimyəvi silahlara qarşıydı. Ona görə 10 nəfər də bizi apardılar orada qarşısını almaq üçün. İndi yəni gənclərə, cavanlara, məktəblərdə də tədbirlər olanda biz elə həmişə çağırırlar. Dəvət edirlər sizi. Dəvət eləyirlər, yəni bu elə vətənpərvərliklə bağlı ki, yəni ki, bu cür oğullar böyütmüşük, vətənə vermişik, torpaq üçün, vətən üçün, qeyrət namus üçün getdi oğullar, bu millətin firavan yaşamaq üçün. Bəli. Həm də əsarətdə olan bu 20% torpaqlarımızı düşmandan azad elədilər. Onların sayəsində yəni quruculuq işləri gedir, hər bir yəni aeroportlar düzəldi. Yəni bütün gör nə qədər qaçqın düşmüş insanlar öz ana vətənlərinə qayıtdılar. Hamısı o şəhidlərin hesabına. Bəli. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Rəhmət eləsin. Məqamları uca olsun. Əziz Elmira anamız, başımızın tacı olan anamız. Demək olar, mən icazənizlə, yəni mən verilişi yekunlaşdırmaq istəyirəm. Həqiqətən mən özümü çox pis edirəm. Çünki belə bir verilişi, həyatım boyu mən belə bir veriliş aparmamışam. Şəhid analarıyla, atası ilə görüşməmişəm. Belə görüşümüz olubdu, amma kamera arxasında bu cür belə bir his yaşamamışam. Amma məcburən bu sualı sizə verəcəm. Çünki bilirəm ki, siz nə qədər narahatlıq keçirsiniz. Siz bir ana olaraq bu torpağın azadlığı uğrunda canını fəda etmiş övladlarımızın anaları ilə bir yerdə dönə-dönə tədbirlərdə olmuşsunuz və hər zaman elimizə, obamıza, mətbuat vasitəsilə, məktəblərdə, görüşlərdə məsləhətlər verirsiniz ki, yeni gənc övladlarımız, məktəbli yaşda olanlar vətənini sevsinlər, millətini sevsinlər, bayrağını sevsinlər. Siz gənclərimizə şəhid anası olaraq nə məsləhət görərdin? O bayrağın daima dalğalanması üçün, müstəqilliyimizin əbədi olması üçün nə məsləhət verərdiniz Elmira ana? Mən onu deyərdim ki, həmişə mərd olsunlar. Mən nətər deyim sənə, Samir kimi oğul olsunlar. Mən bir dənə onu deyərdim. Hamıya arzulayardım, Samir kimi oğul olsunlar. Həmişə də mərd olsunlar, bayrağımızı uca tutsunlar. O balacalığından necə uca tutdu, elə də hələ onun muzeyə apardılar. Çəkmişdi bayrağı, saldatı, hamısı, şairə Günəş gəlmişdi, o apardı. Həmişə də bayrağını sevən olub. Elin, obasın, vətənin sevən olub. Həmişə də Samir kimi evlad olsunlar, mən nə deyim? Allah şəhidlərimizə rəhmət eləsin. Əziz şəhid anamız, şəhid atamız. Bu ağrını, acını biz hər zaman yaşayırıq. Təvazökdən uzaq olsa da, mən yəni dilimin döndüyü qədərilə artıq bu hadisələr baş verəndən sonra mən də bir şeir qələmi aldım. İcazənizlə mən o şeirimi sizə oxumaq istəyirəm. Bəlkə də sizi yoraram, incitərəm, amma sizin əfvinizə sığınaraq mən bu şeiri oxumaq istəyirəm. Oxuyayım mı bir? Oxu. Mən 2020-ci ildə bir şeir qələmi aldım. Şəhid balam adlı bir şeir. Dünən gecə yenə çatdın dadıma, toxundum əlinə, al yanağına, sarıldım boynuna, çəkdim yanıma, oyandım yuxuymuş, ay şəhid balam. İllərdir yoxluğun büküb belimi, eşitmir qulağım artıq səsimi, açdım ürəyimi, dedim dərdimi, oyandım yuxuymuş, ay şəhid balam. Yuyub paltarını ütüləmişəm, dəftərini, qələmini yığmışam, məktəbə gedirsən, kitab almışam, oyandım yuxuymuş, ay şəhid balam. Soruşdum məhlədə səni dostundan, dedi oynayırıq vallah bayaqdan. Verdim ki paltarı üşümə qardan, oyandım yuxuymuş, ay şəhid balam. Qonşum da bəzəyib gəlin maşını, mən də verdim ona xeyir duamı,
Düzəltdim, oxşadım bəy paltarını, oyandım yuxuymuş ay şəhid balam. Allaha qonaqsan ona əmanət, vətən üçün nəsib oldu şəhadət. Dedilər gəlmisən, sevindim əlbət. Oyandım yuxuymuş ay şəhid balam. Oyandım yuxuymuş ay şəhid balam. Əziz, Allah köməyiniz Əziz olsun. O şəhid- şeiri atarsan sən Elşana da mən o paylaşaram. Olar onu paylaşaram. Bəli, əlbət ki, mənim üçün böyük bir şərəfdir ki, mən bu şeirimi siz bəyəndiniz. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, məkanları cənnət olsun. Əziz tamaşaçılar, bu gün əslən Qərbi Azərbaycanın Köçbək kəndindən olan Mustafayev Elşən Sevindik oğlunun və Mustafayeva Elmira Mikail qızının dəyərli iki bacının bir qardaşı olan Mustafayev şəhidimiz Mustafayev Samir Elşən oğlunu ailəsində olduq. Şəhidimiz Mustafayev Samirə Cənab Allahdan və o cümlədən bütün şəhidlərimizə Cənab Allahdan rəhmət diləyirəm. Məkanları cənnət olsun. Xalqımızın başı sağ olsun. Əziz anamız, əziz atamız. Bir daha tamaşaçılar adından sizin qarşınızda baş əyirəm. Sizin əllərinizdən ötürəm. Siz bizim üçün belə bir övlad yetişdirmişsiniz. Vətənimizin azadlığı uğrunda şəhid olubdur. Allahdan sizə uzun ömür, can sağlığı arz edirəm. Allah kömək. Təşəkkür edirəm sizə. Müsahibəyə razı oldunuz. Cavid qardaşım mənə dedi ki, biraz çətin olacaqdı müsahibə. Həqiqətən çətin oldu. Şəhid anasına, şəhid atasına sual vermək çox çətindir mənim üçün. Amma şükürlər olsun ki, bunun ötəsindən gəldim. Sizlər də öz xatirənizi paylaşdınız. Təşəkkür edirəm. Allah Son kömək sözünüz olsun. varsa buyurun bir də. Allah razı olsun. Allah köməyiniz olsun ki, siz də gəlib işıqlandırdınız. Çox sağ olun, Allah razı olsun, Allah köməyiniz olsun. Elə sizlərin gəlməyi elə şəhid ailəsi üçün böyük şərəfdir. Yəni gəlib yoxlayırsınız. Sağ olun ki, həm təsəllidir bizdə. Şəhidimiz Mustafayev Samirin Elşən oğlunun ailəsində olduq. Atası Mustafayev Elşən Sevindik oğluna, anası Mustafayeva Elmira Mikail qızına dərin təşəkkürümü bildirirəm. Allah şəhid ailəmizə səbir versin, məkanları cənnət olsun. Növbəti video verilişdə görüşmək ümidi ilə Allaha əmanət olun. Təşəkkür edirəm. Çox sağ olun, var olasınız. Siz də sağ olun. Allah razı olsun. Allah kömək